Hal-hazırda əhalinin böyük bir qismi kreditlərdən istifadə edirlər və verilən məlumatlara görə problemli kreditlərin sayı artmaqdadır. Bu da onu göstərir ki, insanlar öz gəlirləri ilə xərclərini düzgün idarə edə bilmirlər, ailə büdcələrini düzgün idarə edə bilmirlər və nəticədə də insanlar reklamın, marketinqin tələsinə düşürlər. Bu faktdır. Biz də buradan çıxış eləyərək insanlarımızdan soruşuruq, ailə büdcələrini, gəlir və xərclərini idarə edə bilirlərmi? Bəli, bəli. Yəni rahatlıqla kreditiniz var bəs? Xeyr. Xeyr. Nəyə görə? Bilmirəm. Yəni sizcə gəlir azdır, yoxsa xərc çoxdur? Ya, heç bilmirəm. Kreditiniz varmı bəs? Biraz. Kreditim yoxdur, idarə edə bilirəm də, heç bir problem yoxdur. Elə də çətinliklə. Nəyə görə sizcə? Niyə görə zamanı elədir? Gəlirmi azdır, xərcmi çoxdur, yoxsa kreditləriniz mi var? Hamısı var. Hamısından da var, gəlir də azdır, ödəmir. Bəs sizcə necə olacaq? Yaxşı olar. Hər şeyin bahalı olmağından, hər hansı bir şeyin istədiyimizi ala bilməməyimiz üçün kredit götürdük. Ona görə də yəni Gəlir azdır deyirsiniz. gəlir az deyil əslində. Əslində az, bəli. İndi yox. Nəyə görə indi yox bəs? İndi çünki uşaqlar böyüyür. Hər şey bahadır, hər şeyin qiyməti qalxır, tələblər çoxdur. Nə qədər qazansan da çatmır. Bəs kreditiniz varmı? Yox, yoxdur. Kreditiniz yoxdur, amma gəlir və xərcləri idarə etməkdə çətinlik. Bəli. Mən metafizikam. Metafizik enerji axışı ilə çalışır və onları izləyir. Bir insan öz qismətini, məsələn, doğum tarixini ilin enerjisi ilə uyğunlaşdırsa, mütləq orada bir balans yaranacaq və burada nəticələr onu sevindirəcək. Bəli, çalışırıq. Yəni deyirsiniz gəlirlər xərclərlə üst-üstə düşür. Xeyr, xərclər daha çox çıxır. Bəs kreditdən istifadə edirsinizmi? Var. Amma yenə də deyirsiniz ki, çalışırıq ki, idarə olunsun. Təbii ki, yoldaşım o işləri yoluna qoymağa çalışır. Bəli, bəli. Kreditiniz varmı bəs? Xeyr, mən kreditsiz işləyirəm qız. Bugünkü zamanda yox. Nəyə görə? Çünki bugünkü zamanda bu qiymətlər o qədər süni olaraq qaldırılıb ki, o insan o maaşla, pensiya alan, onlar üzləşdirə bilmirlər, çatdıra bilmirlər. Bilsin necədir? Elə bil ki, stadionda qaçırlar. Qiymət qabağında qaçırır, şeydə onun arxasınca. Başa düşürsünüzmü? Çatdıra bilmirlər.